Sumqayıt şəhəri arasında hər kvadratına 30 qəpik hesablama illik əmlak vergisi verilir. Yəni qanunvericinin tələbidir. Vergi məcəlləsində o məcburi xarakter daşıyır. Sumqayıt şəhərində sahibkarların və fiziki şəxslərin bələdiyyəyə ödəməli olduqları vergi öhdəlikləri qanunvericiliklə müəyyən edilib. Vergi məcəlləsinə əsasən fiziki şəxslər bələdiyyə vergiləri üzrə ödəniş etməyə borcludurlar. Bu barədə Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsinin müdiri Nizami Salamov məlumat verib. Onun sözlərinə görə fiziki şəxslər şəxsi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış binalarına görə, sahibkarlar isə fəaliyyət göstərdikləri obyektlər üzrə bələdiyyə vergisi ödəməlidirlər. Bələdiyyə torpaq vergisi isə əhatə etdiyi sahədən asılı olaraq dəyişir. Belə ki, 1 hektara qədər olan torpaqlara görə 8 qəpik, 1 hektardan artıq olan sahələrə görə isə 16 qəpik məbləğində vergi tutulur. Son dövrlər bələdiyyələrin büdcəsinin əsas formalaşma mənbəyi vergilərdir. Əsasən də əmlak və torpaq vergiləridir. Əmlak vergisi, yəni mülkiyyətində binalar, su nəqliyyat vasitələri və hava nəqliyyat vasitəsi olan şəxslər ödəməlidir. Amma indi əsasən binalara görədir. Yəni mülkiyyətində binaları, mənzilləri olan fiziki şəxslər əmlak vergisini bələdiyyələr ödəyir. Əmlak vergisinin məbləği Sumqayıtda 30 qəpik təşkil edir. Yəni ilkin mənzillərə aiddir. Mənzillərin ilk 30 kvadrat metri çıxılmaqla, yəni qeyri-yaşayışlarda şamil olunmur. Ancaq mənzillərə yaşayış sayıları şamil olunur. 30 kvadrat metri çıxılmaqla yerdə qalan məbləğ, yəni sahə daha doğrusu 30 qəpiyə vurulur və illik əmlak vergisi çıxarılır. Bu vergi sadəcə torpaq mülkiyyətçilərinə deyil, həmçinin icarəçilərə və istifadəçilərə də şamil olunur. Yəni torpaq sahəsindən faydalanan istənilən şəxs, istər sahibkar, istər vətəndaş qanunla nəzərdə tutulmuş qaydada bələdiyyə vergisi ödəməlidir. Nizami Salamov həmçinin qeyd edib ki, bəzən vətəndaşlar bu vergi öhdəliklərindən xəbərsiz olur. Məhz bu səbəbdən bələdiyyə tərəfindən mütəmadi olaraq xüsusi bildirişlər hazırlanaraq vətəndaşlara təqdim olunur. Lakin bu bildirişlər hər zaman birmənalı qarşılanmır. Vətəndaşlar düşünür ki, əgər mülkiyyətindəki əmlakdan gəlir əldə etmirlərsə, vergi də verməməlidirlər. Halbuki qanunvericilikdə bu cür hallar nəzərə alınmadan mülkiyyət faktı əsas götürülür. Bəzən vətəndaşlar bu bildirişləri qəbul etməyərək narazılıq bildirirlər. Amma hər bir şəxsin qanuni vergi öhdəliyi var, deyə o bildirib. Yəni mütəmadi olaraq bələdiyyələr tədqiq bildirişlərlə vergi ödəyicilərə müraciət olunur. Yəni qanunvericiliyə görə vergilər 2 yerə bölünür. Yəni avqustun 15-nə qədər və noyabrın 15-nə qədər ödənilmək şərti ilə. Amma yəni əsas yenə qeyd etdiyim ki, mülkiyyətində mənzil, yaxud qeyri-yaşayış binası, fərdi yaşayış evi olan şəxslər, fiziki şəxslər əmlak vergisini bələdiyyə ödəyirlər, hüquqi şəxsi olan rezidentlər isə dövlət ödəyirlər. Və orada istisnalar da nəzərdə tutulub. Məsələn, əmək pensiyasılarıdır, müddətli həqiqi hərbi xidmətdə olan şəxslər və ondan ayrı üzvlərdir, şəhid ailəsinin üzvləridir. Azərbaycan Respublikasının milli qəhrəmanlarıdır, Vətən müharibəsi qəhrəmanlarıdır, müharibədə iştirak ilə bağlı veteranlardır. Əmlak vergisindən müəyyən məbləğdə azad olunurlar, yəni 30 manata qədər onların əmlak vergisi azaldılır. Mənzillərdən kommersiya məqsədi ilə istifadə olunursa və yaxud icarəyə verilirsə, bu halda o qeyd etdiyim azad olmalar onlara şamil edilir. Eyni zamanda da torpaq vergisində vətəndaşlar mülkiyyətində, icarəsində və yaxud istifadəsində olan torpağa görə torpaq vergisini də bələdiyyə fiziki şəxsi ödəyirlər. Orada da qeyd etdiyim kateqoriyada olan şəxslərin güzəştlər nəzərdə tutulub, amma əmlak vergisində 30 manat məbləğində azalma var isə, torpaq vergisində 10 manat təşkil edir. Məsəl üçün 100 kvadrat metr əmlakdırsa, mənzildirsə məsəl üçün, onun 30 kvadratı çıxılmağına 70 kvadratı 30 qəpiyə vurulur və eləyir 21 manat. Xüsusilə vurğulayaq ki, Sumqayıt şəhərində son illər aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri diqqət mərkəzindədir. Şəhərin simasını dəyişən bu layihələr Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən uğurla icra olunur. Bununla yanaşı, Sumqayıt Bələdiyyəsi də həyata keçirilən quruculuq işlərində öz töhfəsini yüksək səviyyədə verməkdədir. Yaşayış massivlərindəki memarlıq formalarının yenilənməsi, məhəllədaxili yolların təmiri və əhalinin maarifləndirilməsi istiqamətində atılan addımlar bələdiyyənin işinin mühüm hissəsini təşkil edir. Mütəxəssislər bildirirlər ki, bələdiyyə vergilərinin vaxtında ödənilməməsi hallarında borclar yığılıb, cərimə və məhkəmə prosesləri ilə nəticələnə bilər. Bu həm vətəndaş üçün əlavə maliyyə yükü, həm də hüquqi məsuliyyət daşıyır.
Bu baxımdan bələdiyyə ödənişləri ilə bağlı ictimai maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacib hesab olunur. Yerli icra strukturlarının, bələdiyyələrin və media qurumlarının bu sahədə birgə fəaliyyəti vətəndaşların məlumatlılığını artırmaqla yanaşı sosial gərginliyi də azalda bilər. Əvvəlki illərə baxanda son illərdə o əmlak vergisinin yığılması, icara haqları məbləğlərinin yığılması işi kifayət qədər artıq geniş təşkil olunur, formalaşır. Amma ən böyük çətinliklərimiz o məsələdə qeyd etdiyim kimi o sahibkarlıq subyektləri ilə əmlak vergilərinin alınması, icara haqları ödənilməsi obyektiv, subyektiv səbəblərə görə müəyyən çətinliklər yaranır. Yəni, adətən vətəndaşlar arasında maarifləndirmə işləri aparılandan sonra, müəyyən izah işləri aparılandan sonra vətəndaşların mənzillərə görə, fərdi yaşayış evlərə görə əmlak vergisinin alınması işi artıq kifayət qədər qaydaya salınır. Çıxarışı olan binalara əmlak vergisi hesablanır. Əgər həmin binanın çıxarışı yoxsa, bu öz başına tikili hesab olunur və həmin tikiliyə görə əmlak vergisinin ödənməsi nəzərdə tutulur. Sumqayıt Bələdiyyəsi bir daha vətəndaşlara və sahibkarlara çağırış edir. Şəxsi və istifadə etdiyiniz əmlak və torpaq sahələrinə görə vergi ötəriliklərinizi vaxtında yerinə yetirin. Bu təkcə hüquqi məsuliyyət deyil, həm də şəhərimizin abadlığı və gələcək inkişafı üçün bir vətəndaşlıq borcudur. Nizami Rəsulov, xüsusi olaraq Dinaz TV üçün.